Ölkədə problem baş alıb gedir. Bunun həlli yönündə bizcə də olsun qanun qəbul olunmur. Amma düşüblər ortalığa ki, hicab bağlı qanun qəbul eləmək lazımdır və bunu qadağan etmək lazımdır. Əvəzində isə bizim milli mənəvi dəyərlərimizi önə çıxardan çalağayını qanunləşdirmək lazımdır. Mən baş açmıram, nə zamandan bəri müsəlman qadının hicabı Azərbaycanın milli mənəvi dəyərlərinə zidd olub. Nə istəyirsiniz bu inanclardan? Gecə-gündüz dərdiniz ancaq bu inancların hicabı ilədir. Bunların pasportlarında, şəxsiyyət vəsiqələrində hicablı şəkil çəkdirilmələrinə qadağa qoydunuz. Təhsil ocaqlarına hicablı getmələrinə qadağa qoydunuz. Bunların hansı biri bizim milli mənəvi dəyərlərimizlə uzlaşır? Azərbaycanın milli mənəvi dəyərlərindəndir şəhərdə bu qədər kazinolar açılıb, bu qədər qumarxanalar açılıb, bu qədər şərab evləri açılıb, Nardaranda əxlaqsızlıq yuvası açılıb. Bunlar da bizim milli mənəvi dəyərlərimiz. Şəhid anasını icra hakimi təhqir edir, onu otağından qovur, alçaldır. Bu da bizim milli mənəvi dəyərlərimiz. Şəhərdən şəhidlərin şəkilləri sökülür. Bunlar da bizim milli mənəvi dəyərlərimiz. Efirlərimizdə əxlaqsız, küçə tərbiyəsi ilə olan qadınları buraxırlar irgənc bir geyim formasında. Bunlar da bizim milli mənəvi dəyərlərimiz. Üzdən iraqları kişi və qadın olduğu bilinməyən şəxsləri reklam edirlər, məşhurlaşdırırlar. Bunlar da bizim milli mənəvi dəyərlərimiz. Körpə qız uşaqlarını yaşlarına uyğun olmayan geyimlərlə geyindirib müxtəlif tədbirlərdə səhnələrə çıxardıb rəqs elətdirirlər. Bunlar da bizim milli mənəvi dəyərlərimiz. Nə üçün bu problemlərin həlli yönündə bir addım atmırsınız? 70 yaşında qoca qadın evində əyləşib nəvəsi ilə oynamaq əvəzinə imkansızlıqdan küçə süpürür. Bu da bizim milli mənəvi dəyərlərimiz. Bir nəfər də onun halına yanmır. Uşaq pulu ölkədə verilmir, sosial yardım verilmir. Bu da bizim milli mənəvi dəyərlərimiz. İşiniz, gücünüz ancaq inancların heysiyyətinə toxunmaq, onların etiqadlarına hörmətsizlik etməkdir. Onlar da sizə reaksiya verəndə çıxıb deyirsiniz ki, bunlar radikaldır, bunlar terroristdirlər. Bunlar filan ölkələrin müxtəlif orqanlarının təsiri altında hərəkət edirlər. Xeyr, elə deyil. Həqiqət budur ki, siz özünüz Epstein adasında körpə qız uşaqlarına təcavüz edib, onların ətlərini yeyənlərin əmirləri altında hərəkət edirsiniz. Sizin düşmənçiliğiniz İslamladır. Azərbaycanın milli dəyərləri sizi maraqlandırmır.